Əziz və hörmətli dostlar, tamaşaçılar, 6 aprel 2025-ci il sizi Alanya'dan, mərkəzdən salamlayıram, Marinadan və ya portdan deyə bilərik. Bugün çox gözəl gündür, bazar günüdür. Hava biraz yağmurlu, biraz güneşli, biraz yağış yağır, gün çıxır, hal-hazırda güneş var. Alanya'nın en güzel sayılabilecek yerlerinden biriyəm və gördüğünüz kimi önümüzdə gözəl böyük bir gəmi porta yaxınlaşıb və lövbər salıb. Bu gəmi çox böyük gəmidir. Bu gəmi haqqında məlumat verəcəm sizə. Və Alanya'da harda dayanmışam göstərim. Tam Alanya qalasının aşağısında. Baxın, bura Alanya Qızıl Kule adlanır. Burada Harbor restoranıdır. Burada hər yerdən bizim videolarımız var. Bura isə Alanya'nın en gözəl yerlərindən biridir. Çimərlidir. Orada tərsanədir və Alanya qalası yuxarıda ən mənzərəli, ən fotosessiyalar üçün gözəl yerdir. Buralardan çox videolarımız var. Bizi davamlı izləyənlər bilirlər, hamısını salamlayıram. Baxın necə gözəl yerlərdir buralar. Buralar çimərlik kimi istifadə olunur yayda. Qardaş isə qayanın üstündə uzanıb özü üçün istirahət edir və orada da insanlar gəzirlər. Ora tərsanədir, gəmilərin əvvəllər piratlardan qorunduğu yer, təmir edildiyi yer və s. tərsanə adlanır. Alanya gözəldir, aprel, havanın temperaturu 20 dərəcədir və qaydaq laynerimizə. Mən bugün təsadüfən uzaqdan gördüm, Oba məhəlləsindən, hətta Obadan görsənirdi bu layner. Gördüm ki, yeni bir gəmi gəlib və özümü verdim bura. Deməli, bu gəmi Astoria Garden adlanır. Hardasa 7-8 mərtəbəli gəmidir. 2-3 mərtəbəsi texniki mərtəbədir. 4 mərtəbə isə sərnişinlərə aiddir. Bizdə orada gömrük hissəsidir. Oradan içəri heç kəsi buraxmırlar, sadəcə gəmiyə girib çıxanlar. Mən indi birazdan gedəcəm o tərəfə, oradan da gəmini göstərməyə çalışacağım. Gəmi haqqında aldığım məlumatlar isə turistlərdən oldu. Baxın, burada turistlər var, onlar mənə məlumat verdilər. Rusça danışa bilirlər, çünki bu gəmi Soçidən gəlir. Gəmi Soçidən gəlir və yenə də Soçiyə qayıdacaq. Mən bu haqda eşitmişdim. Soçi, Türkiyə, yəni Rusiya, Türkiyə arasında belə bir gəmi buraxılacaq. Astoria Garden adlanır. Yəni belə bir xətt açılacaqdır və görünür artıq başlayıb. Ümumiyyətcə, keçən il Alanya'ya çox laynerlər gəldi, gəmilər gəldi və bu da birbaşa Alanya'nın turizminə, ekonomikasına çox böyük təsir göstərdi. Baxın, ətrafda gördüyünüz çox turistlər bu gəmidən çıxıb. Hardasa 2-3 min nəfərlik gəmilərdir, gəlirlər, insanlar çıxır, axşam saat 10-a qədər buradadır. İnsanlar çıxırlar, alış-veriş edirlər, gəzirlər və belə. İndi yavaş-yavaş keçirəm o tərəfdən laynerə yaxınlaşmaq istəyirəm, baxaq və söhbətimizi davam etdirək. Baxın, o hissə, güvənlik işçiləri olan hissə artıq gəmiyə birbaşa girişdir. Oradan o tərəfə artıq heç kəsi buraxmırlar. Burada restoranlardır, buradan isə Alanya Marinasına enirik. Alanya çox gözəldir, hamınızı Alanya'ya dəvət edirəm və düşünürəm ki, biz buradan belə geçsək o tərəfə yavaş-yavaş gəmini daha yaxından görə bilərik. Belə əziz dostlar, mən də inşallah kruizə hazırlaşıram. Bilirsiniz, İnkruzesdə partnyorluğum, İnkruzesdə partnyoruq, İnkruzesdə mən də iştirak edirəm. Hər ay pul toplayıram, artıq böyük bir məbləğ əmələ gəlib. Düşünürəm ki, önümüzdəki aylarda mən də bizə də qismət olar böyük bir gəmi ilə kruizə çıxmaq və inşallah bizi izləməyə davam edin. Elə bir kruiz səyahəti bizə qismət olsa, bütün detalları, hər günümüzü çəkib göstərəcəm sizə. Mən sizə yəni demişdim, İnkruzes çox böyük pul qazanmaq imkanları verir, limitsiz səyahət, pulsuz səyahət qazanmaq imkanları var, bir çox perspektivlər, yəni insanın həyatını dəyişə bilər və insanı başqa bir səviyyəyə çıxarda bilər. Bunun nümunəsi olaraq da həmişə Roman Driganı göstəririk, onunla videolar çəkirik, izləyənlər bilir. Mən isə gəmiyə yaxınlaşa bildiyim qədər yaxınlaşdım.
maksimum yaxınlaşmışam. İndi biraz o tərəfə gedib yandan göstərməyə çalışaram. Astoria Grand böyük gəmidir. Baxın, turistlər gedirlər, gəlirlər. Deməli, az öncə danışdığım turistlər məlumat verdi ki, Soçidən çıxır bu gəmi. 15 gün ərzində Soçi, İstanbul, İzmir, Kuşadası, Alanya, Antalya, yəni Türkiyənin bütün turistik port limanlarına gəlir və sonra isə yenidən Soçiyə qayıdır. İçində hovuzlar filan hər şey var dedilər. Astoria Grand gəmisi. Bəli, bu ilk və son gəmi deyil, əlbəttə ki 2025-ci ildə məndə olan məlumata görə Alanyada artıq 50-dən çox gəminin qəbulu planlaşdırılır və bu keçən ilə nisbətən daha yüksəkdir. Hər il daha da çoxalır. Gəmilərin sayı inşallah o gün olsun ki, bura çox böyük gəmi liniyaları gəlsin. MSC, Carnival, Norvegian. Yəni bunlar artıq 10 minlik, 15 minlik gəmilərdir. Qiymətləri 3 milyard, 4 milyard, 2 milyard dollara çatan gəmilər. Yəni gəzən şəhərlərdir. Uzunluqları 300 metr, 320 metr. Hər il yeni gəmilər istehsal olunur, inşa olunur. Biri-birindən böyük. Bu gəmi isə onlarla əlbəttə müqayisə olunmaz, amma bu da hardasa ən az 1000-2000 nəfərlik bir gəmidir. Gərək onu da soruşardım neçə nəfərlikdir, unuttum soruşmağı. Amma önümə gəmidən çıxan turistlər çıxsa, çalışacağım onlardan canlı müsahibə alım, əgər razılıq versələr. Həm də Alanya haqqında düşüncələrini soruşarıq. İndi mən qabağa getsəm, oradan düşünürəm ki, gəmini yandan daha yaxşı göstərəcəm. Axıra qədər bizi izləyin. Əziz dostlar, buradan layneri daha yaxşı görürük. Mən Mayaka tərəf ilerlədikcə gəmi bizim artıq önümüzdə qalır. Bəli, nəhəng bir gəmidir. Çox gözəl. Beyaz, ortada mavi bir xət gedir. Xilas edici lotkalar da orada var. Yuxarıda görsənir şezlonglar filan. Hovuz çünki ən üst qatdadır. Maraqlıdır. Bu tərəfdə də şəmsiyyələr açılıb, insanlar oturub Alanyanın gözəlliklərini seyr edirlər. Bəziləri düşüblər artıq gəzintidədirlər, gedirlər, gəlirlər. Allah qismət eləsə gəmidən bir önümüzə çıxan olsa biraz daha məlumat alardıq onlardan. Bəli, əziz dostlar, siz də mənimlə əlaqə saxlayıb Incruises-ə üzv ola bilərsiniz. Öz gəmi səyahətiniz üçün hər ay müəyyən məbləğ ayıra bilərsiniz və bu Incruises şirkətini başqa dostlarınıza, insanlara məsləhət görməklə isə böyük vəsaitlər qazana bilərsiniz, pulsuz səyahətlər qazana bilərsiniz. Bunlar hamısı realdır və bu məbləğlər sonsuzdur. Limitsiz şəkildə böyük pullar qazana bilərsiniz. Bunun mənim tanıdığım çox insanlar var ki, bu işdən böyük pullar qazanırlar, həyatları dəyişib. Astoria Grand isə saat 10-a qədər burada olacaq. Sonra isə yəqin ki, Türkiyənin başqa şəhərinə doğru gedəcək. Gəlmişkən buranı da göstərim. Bizdə öndə Mayakdır, bu tərəfdə isə balaca yaxtaların olduğu ərazilər. Buralar isə balıqçı yaxtalarının təmiri filan və s. Qarşıda isə balıq əkmək restoranı var, hansı ki əvvəllər o tərəfdə idi, indi keçirdilər bura. İndi onu ora tərəf gedəndə yenidən göstərəcəm sizə. Astoria Grand'ın isə deyəsən motorunu söndürməyiblər, hələ də çalışır. Səsi çünki ətrafa yayılır. Bu arada yaxta almaq istəyənlər, baxın burada bir satılıq yaxta var. 7.50 uzunluğu və sahibinin qiyməti. Allah xeyir versin. Kim istəsə gəlib bu yaxtanı ala bilər. İnşallah Allah bizə də qismət eləsin. Bundan qat-qat böyük gəmilərdə səyahət etməyi.
çox böyük hisslərdir, mən ona əminəm. Artıq səbirsizliklə gözləyirik. İnşallah bir neçə aydan sonra gözəl gəmi səyahətlərinə çıxmaq bizə də qismət olar, sizinlə paylaşacağım. Belə əziz dostlar, yenidən videonu başladığım yerə qayıtdım. Bacardığım qədər Astoria Grand gəmisini sizə göstərdim. Turistlərə müsahibə almaq təklif elədim, amma çoxsu istəmirlər. Çünki hal-hazırda yemək vaxtıdır, yeməyə tələsirlər. Mən də çox narahat eləmək istəmədim. Zaten yetəri qədər bilgilər verdim. İnşallah o gün olsun bundan 10 qat böyük gəmilərdən gözəl videolar içindən hazırlayaq, içindəki insanlarla danışaq. Belə bir planlarımız var, Allah qismət eləsə. Mən isə yavaş-yavaş, bu isə bizim Alaniyanın tur gəmiləridir. İnsanları gəzdirirlər dənizdə, bax çimənlər də var. Yavaş-yavaş tur gəmilərinin də sezonu başlayır artıq. Belə, mən isə yavaş-yavaş videomu yekunlaşdırım. İzlədiyiniz üçün təşəkkürlər. Gələcək videolarda görüşənədək sağ olun, var olun.